Sən də özünü tək hiss edirsənsə, deməli bu məktub sənin üçündür. Üzünü məndən gizlətmə, qulunu qəzəblə qovma. Mənə sən kömək etmisən, məni atma, tərk etmə. Ey məni qurtaran Allahım. Məni axtarmaqdan qorxma. Bilirəm, indi özünü tək və tərk edilmiş hiss edirsən. Əziz balam, qəlbin nə yaman qırılıb, nə yaman üzgün görünürsən. Gəl yanıma, gəl huzurumda dincəl. Ürəyinə aldığın nə varsa, onları kənara qoy. Bütün hamısını mənə ver. Bütün bu olanlar səni çox yorur. Mənim sevimli balam, sənin mənə sevinclə və yorulmadan xidmət etməyini istəyirəm. Səni ruhdan salan və pis hiss etdirən sınaqlar həmişə olacaq. Mənim ağıllı balam, əgər heç kim səni görməsə belə, xahiş edirəm, mənə sadiq qal və gördüyün işləri davam etdir. Bil sevimlim, mənim gözümdən heç nə qaçmır. Sən burada xidmət edə-edə, mən səni göylərə aparacağam. Çünki yerdə olan xidmətlərin sənin üçün göylərə yol hazırlayır. Əzizim, mən buradayım, sənin yanında. Mən səndən gizli deyiləm, əlindən tutmuşam. Qalx ayağa və mənə bax. Mənə baxsan anlayacaqsan bütün bu baş verənlərin hamısını. Çünki sənə edilən laqeydlik əslində mənə qarşı edilir. Gəl əzizim, birlikdə dincələk. Gəl, sülhümdən faydalan. Mən səni sevirəm. Qəzəbləndiyin zaman söz deməyə tələsmə, yoxsa günah edərsən. Bugün sadəcə sakitliyini qoru, sülhümdə qal. İndi gəl birlikdə dua edək. Ya Rəbb, sənin sülhünlə qəlbimi doldur. Qırılmış yerimi öz məhəbbətinlə sarı. Yorğunluğumu, ağrımı, susqunluğumu sənə verirəm. Məni yenilə və ruhumu dincəldərək ayağa qaldır. Heç kim görməsə də sənin gördüyünü bilirəm. Sənin huzurunda qalmaq üçün mənə səbir, sadiqlik və sakitlik ver. Mən sənə baxmaq və sənin nurunda yol tapmaq istəyirəm. Amin.